Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı məhlul məsələsinin həllinə baxaq. Gümüş nitrat maddəsinin həll olma qabiliyyətinin temperaturdan asılılığı verilibdir. Bu maddənin 40 dərəcə temperaturda 640 qram doymuş məhlulunu 20 dərəcəyə qədər soyutsaq, x qram duz çökər. Çökən duzu həll etmək üçün həmin temperaturda məhlula minimum neçə qram su əlavə etmək lazımdır? Deməli, bizdə veribdir 640 qram doymuş məhlul. Biz baxaq görək ki, 640 qram doymuş məhluldan nə qədər duz çökəcək? Yazacağıq 640 qramdan bilmirik nə qədər duz çökür. Ancaq baxırıq ki, burada doymuş məhlul 320 qramdır. 320 qramdan biz bilirik ki, KH-lar arasındakı fərq çökməni göstərir. 60 qramı çökür. Deməli, x-imiz bərabər olacaq burada 120-yə. Deməli, bizdə 120 qram duz çökübdür. 120 qram duzu biz yenidən məhlula neçə qram su əlavə eləmək lazımdır? Həll eləməkdən ötürü 120 qram duzu biz bilmirik nə qədər suda həll eləmək lazımdır. Ancaq 160 qram duzu 100 qram suda həll olunduğu bizim cədvəldə görünür və x-da tapırıq buradan 75. Uyğun cavab olacaq A variantı.